dekabr 2025-ci il tarixində Ador mağazasının Gənclik Mall filialında Tizana Terenzi Kirke 402 AZN endirimlə 281.4 AZN ətir məhsulu almışam. Məhsulu açıb istifadə etdikdən sonra onun keyfiyyətinin və qalıcılığının çox aşağı olduğunu müşahidə etdim. Məhsulun üzərində üstün notların meyvə notları olduğunu göstərilsə də, real istifadədə kəskin və xoşagəlməz qoxu gəlir. Bundan əlavə, flakon üzərindəki seriya kodunun basma üsulla vurulması məhsulun orijinallığı ilə bağlı məndə ciddi şübhə yaratdı. Bölgə TV xəbər verir ki, bunu bizim mediaya müraciət edən Abşeron rayonu Məhəmmədi qəsəbəsi Nəbi Xəzri küçəsində yaşayan Mehdiyeva Gülər Bayram qızı deyib. O əlavə edib ki, məsələ ilə bağlı mağazaya müraciət edib. Lakin mağaza əməkdaşları məhsulun orijinal olduğunu bildirsələr də, mənə köməklik göstərmədilər və hara istəyirsiniz şikayət edin deyərək qeyri-ciddi münasibət sərgilədilər. Halbuki məhsul mənə satılarkən satıcı tərəfindən onun qalıcılığının və keyfiyyətinin yüksək olduğu deyilmişdi. Qeyd edim ki, Ador mağazasının müdiri ilə də əlaqə saxlasam da şikayətim eşidilmədi. Mövzu ilə bağlı fikirlərini bizim media ilə bölüşən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyüp Hüseynov bildirdi ki, Nazirlər Kabinetinin 114 saylı qərarına əsasən ətriyyat malları geri qaytarılmayan və dəyişdirilməyən mallar siyahısına daxildir. Vətəndaş aldığı və sonradan narazı qaldığı ətriyyat mallarını heç cürə geri qaytara bilmir. Çünki qanundakı boşluq bir tərəfli qaydada sahibkarın maraqlarını müdafiə edir. Sahibkarlar da bu boşluqdan istifadə edib istehlakçılara aşağı keyfiyyətli və qeyri-orijinal məhsullar satırlar. Şikayət olanda isə Nazirlər Kabinetinin 114 saylı qərarına əsas tuturlar. Məsələ ilə bağlı Ador mağazası rəhbərliyi mövqeyini öyrənmək istədik. Lakin rəhbərlik telefon zənglərimizə cavab verməyib. Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq. Rəna Rövşənqızı, Bölgə TV.